Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Kanalıma xoş gəlmisiniz. Bu günləri mən sizlərə Azərbaycan mətbəxinin ən sevilən yeməklərindən badımcan, pomidor və biber dolmasını hazırlanmasını təqdim edirəm. İlk olaraq videoda gördüyünüz kimi badımcanların baş hissəsini kəsib əlimizlə yüngül hərəkət etdiririk. Onda badımcanın içi yumşalır, rahat kəsirik. İçini biraz oyub, sonra da duzlayırıq. Biberlərin saplağını kəsirik, baş hissəsini tamamilə ayırmamaq şərti ilə yumruvari kəsirik. İçindəki tumları təmizləyirik. Pomidorun üst qapaq hissəsini yumru kəsirik, içini bıçaq və yaxud qaşıqla oyuruq. Əziz izləyicilər, oyduğumuz pomidorun içini atmırıq. Onu xırdalayıb pişirərkən qazana əlavə edirik. Badımcanın acı suyu çıxsın deyə soyuq suda yuyub biraz da qurulayırıq. Tavaya duru yağ əlavə eləyirik. Biber və badımcanın hər iki üzünü yüngül qızardırıq. Sonra da qoyuruq, biraz soyusun. Tavaya kərə yağı əlavə edirik, ardınca soğanı, əti və quyruğu əlavə eləyirik. Suyu çəkilənə və qovrana qədər pişiririk. Üzərinə zövqünüzə görə duz, istiot, sarıkök və ağ reyhanı xırda-xırda doğrayıb əlavə elədim. Qazana əvvəlcə xırdaladığım pomidorun içliyini əlavə eləyirəm. Sonra doldurduğumuz tərəvəzləri səliqəli formada üzərinə düzürük. Qazın üzərinə qoyuruq. Kərə yağı əlavə eləyib qapağını örtürük. Vam odda pişməyə qoyuruq. Tam suyu çəkilir. Yağa döndükdə yeməyimiz hazırdır. Bu reseptdən 10 ədəd badımcan dolması, 10 ədəd pomidor dolması, 10 ədəd biber dolması alındı. Hazırlayanlara nuş olsun, göz haqqınızı halal eləyin, videomu bəyənməyi, kanalıma abunə olmağı, fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Allaha əmanət olun.